Cilvelənib nə qarşımda durubsan? Anam sənə qurban, ay sarı köynək. Mələksən, çıxıbsan cənnət bağından. Heç kəs olmaz sənə tay, sarı köynək. Salut, göylər kraliçəsi. Salam Vali, bu da evə gəlirəm. En aşağı, ay sarı köynək. Vali, hoş gördük, hoş gördük. Gedək aşqana. Siz gedin, mən sarı köynəyi gözləyirəm. Yaxşı, tez gəl ha. Hop! Bu da sənin xoşladığın sigaret. Oo, Zalatoy Runo, hardandır? Tükana gəlmişdin, sənə pis almışam. Çox elədin də. Almışam. Neçə qutu? 10. Ay, sağ ol. Hə, Vali. Bugün Camal müəllim kranın yanına gəlmişdim. Soruşdu ki, toya hazırlaşırsınız ya, yox. Mən də utanıb dinmədim. Dedi, siz toya hazırlaşın. Bax, o 5-ci mərtəbədəki 2 kallayı otaq sizindir. Sonra da yavaşça soruşdu. Biraz puldan, zatdan geri qoymuşsunuz. Ha, nə dedin? Dedim, tək ev olsun, hər şey düzələr. Ha, Camal müəllim sözü bütöv adamdır. Kallayı otaqlar qiyamət olacaq. Heyf deyil 5-ci mərtəbə. Sən göyərsin sən də, hündürdən boylanmağa öyrənmişsən. 100 dəfə demişəm, elə eləmə. Axı neyniyim? Burnunun ucaqdan elə tikəlib ki, elə bir adama meydan oxuyur. Sənə borcu qalmıyor. Bilirsən, ay sarı köynək, evimiz haqqında çox danışmaq istəmirəm. Qorxuram gözə gələyik. Bax, bu ağzımı xeyirli aç. Bilirsən nə fikirləşirəm? Nə? Deyirəm, təzə evi köşəndə Güllü bəyəm xala da gəlib o evdə bizlə olsun. Üz gözümüz öyrəşib. Bir də doğrusu Vali, onu tək qoyub getmək mənə ağır gəlir. Ha, Güllü bəyəm xala ilə bir evdə olmaq toy bayramdır. Nə oldu? Ancaq qorxuram oğluna görə razı olmasın. Oğlu 5 ildir onu atıb gedib. İldə ayağında ya bir kağız yazır, ya da yazmır. Hər halda sən onun özü ilə danışsan yaxşı olar. Nə olar danışaram. Ancaq razılıq versən qiyamət olar. Güllü xala gəldi. Güllü bəyəm xala özü bura gəlir. Oy! Hoş gördük səni, ay Yezdə. Sağ ol Güllü bəyəm xala. Qadan alım, necəsin? Nə yapıyorsun? Sağ ol. Sarışqa, qadan alım. Sizə çay çörək Çox sağ ol, gətirmişəm. çox sağ ol. Gəlin. Gəlin oturub. Çox sağ ol. Yeyib için qadan alım. Ha, Güllü bəyəm xala, xal üstündə oturub çay içməyin ayrı ləzzəti var. Demə. Çayı da sarışın kimi cüvan əzəldən. Oo, day demə. Görürsənmi, nişanlının ürəyindən Ay, xəbər səni verir. gələk. Darıxmayın, qadan alım. Bugün sabah eviniz hazır olar. İçini qəşəng bəzəyərsiz. Əlbəttə. Güllü bəyim xalan da baxar, fərəhlənər. Sonra da sizə bir qəşəng toy eləyər. Nə? Toy? Hə, toy. Qorxma, çalğıya pul verməyəcəksən, qadan alım. Əmi oğlum aşıqdır. Bax, o qonşu rayonda olur. Hə. O mənə çoxdan söz verib ki, əmi qızı, gərək sənin oğlumun toyunu özüm eləyəm. İndi ona deyəcəyəm, əmi oğlu, o oğlum olmasın, bax bu Valeh oğlum Laf olsun. yaxşını. Dəstəni götür gəl. Sağ ol Gülbəm. Özümdə birinci süzəcəyəm, bax belə. Oh! Tezim alım, tezim Ay, alım. sağ ol Güllü xala. Tezim alım, tezim alım. İçinə Sağ ol Gülbəm xala, sağ ol. xalı da salım. Güllü xala da gedib o təzə evdə bizlə olacaq. Ha, Güllü bəyəm xala, bax sarı köynəyinə söz qoymuşuq. O təzə binadakı evimiz hazır olanda səni də götürüb aparacağıq. Qadan alım, mən öz ev eşiyimi neyniyim, hə? Onu da verərsən bir adama. Ne danışsan az? Mən dədə baba yurdumu kör qoya bilmərəm. Bax, görürsənmi? Başım sizinlə söhbətə qarışıb. Fermada bir dünya iş var, mən getdim tələsirəm. Narışqa, qadan alım, sən də gecikmə. Gələrəm Güllü xala. Gəl, gecikmə. Hoş gəlmişsiniz. Hoş gördük. Necəsən, ay Sənə yar var. Yaxşıyam, siz necəsiniz? Görüşmüş sənə çoxdandır. Ayşə. Sağ ol. Ay Eldar, sen ananca kes o dalan durumu da. Ne işin var okulda? Vale sigaretin var. Ha, məndə var. Ha, sarı köynək düz 10 qutu alır. Oo, zalatoydun o. Vay canım. Ah, Camal müəllim, hoş gördük Camal müəllim. Necəsiz uşaqlar? Sağ olun. Ha, deməli belə uşaqlar, stansiya tikindi materiallar gəlib. Ona görə də gərək yarınız daş gətirməyə gedəsiz, yarınızsa stansiya. Ha, eybi yoxdur. Şofirlərdən bir ikisini götürüb stansiyaya mən gedərəm. Ha, qalanlarının daş karxanasına mən gedərəm. Ancaq Vali, sən ehtiyatlı ol. Maşını çox bərk sürürsən. Var, xayın Vali, onu düz deyir ha. Uşaqlar, gəlin adama bir keçirək.
Çörek, buyurun Cemal Cemal Bey, Bey, buyurun çörek ye. O dəsmala bükür nə deyil ha? Kartoftu. Kartofdur. Nasıl olsun? Hərçən ki çörək yemişik ancaq. Buyurun Cemal Bey. Ay saykönünə dəvət edirsən. Oo, əla, əla. Əcəb ləzzətlidir, əcəb Sərvə, ləzzətlidir. Bax, bax, sənin canın üçün bundan düz 5-ini də ötürərdim. Özüm kimsən sarı köyün? Güllü benim para getireyim. Vali, ev olan kimi, evlənin. Düzdür, biz görməmişik ailə həyatı, ancaq yəqin ki, ailə həyatı gözəl şeydir, hə? Evlənin, Zaman Vali, müəllim. evlənin. Zaman müəllim, bəs bunların ev məsələsi nə oldu? Ha, Bilirəm uşaqlar, bilirəm. Bu saat size ev çox lazımdır. əlbəttə. Özdə bizim ən yaxşı işçilərimiz siz. Ha, ona söz ola bilməz, ona söz ola Ancaq bir bilməz. məsələ çıxıb. Təzə gələn təsərrüfat müdirinin vəziyyətini görürsünüz. Bəli. Nazirlik göndərib. Arvadı hamilə, uşaqları balaca. Bilmirəm nə eləyək. Düzü biz o təzə binada mənzil alacaq adamların siyasını bir neçə dəfə nəzərdən keçirmişik. Kiminin qoca ata-anası, kiminin 4-5 uşağı. Nə qədər götür-qoy elədiksə, yenə sizdən başqa gümanımız gələn olmadı. Fikirləşdik ki, uşaqlar, siz indiyə qədər dözmüsünüz. Bəlkə elə biraz da dözəsiniz. Cemal müəllim, bəs nazirlik adam göndərəndə niyə vəziyyəti nəzərə almır? Görürsünüz ki, nəzərə almıyor. Uşaqlar, o mənzil sizindir. Əgər verməsəz, buna görə sizə heç kəs ev tuta bilməz. Fikirləşin, əgər razı olmasaz, elə bilin ki, mən sizə heç belə bir təklif eləməmişim. Orderiniz də hazırdır. İstədiyiniz vaxt katibədən götürə bilərsiniz. Niye demirsən Vali? Dinim nə deyil? Görmürsən nə çıxır? İndi buna nə deyəsən? Evi verməyəcəksən namərdlik olacaq. Qərib yerdən gəliblər. Körpə uşaqlar da var. Bugün sabah biri de olacak. Bilirsən Vali? Eğer biz onları belə vəziyyətdə qoyub o evdə toy eləsək, mən cəmaatın üzünə baxa bilməyəcəm. Əlbəttə, heç kəs bizə bir söz deməyəcək. Amma yenə də günüm qara olacaq. Heç bilmirəm neyniyək. Ondan ötürü günün niyə qorulur? Ürəyinə pis gəlir. Qoy ev onların olsun. Qoy olsun Vali. Bizə nə var? Qocalmamışıq ki. Bu ev olmaz, o bir ev olar. Əlbəttə, amma özbək qadını yaman Ha, sevinəcək. qoy sənin sağlığına sevinsin. Sağ olun uşaqlar. Afərin. Mən elə bilirdim ki, belə də olacaqdı. Çox sağ olun uşaqlar. Sağ olun. Sağ olun. Sağ olun Cemal bəy, sağ olun. Əla, lap əla elədiniz uşaqlar. Ev yoxdur, o biri binalarda ev alarsınız. Axı, necə olsa yaxşı düşmür, onlar qonaqdır. Ay, Əlbəttə ki. siz ölməyəsiz. 100 il qala mən evi verməzdim. Niyə? Ha, özdə o arvadı demirəm, arvadı. Kişi var ha. Gəldiyi bir gün orta döyür, bırını hər yerə soxur. Hə, deyəm. Ha. Əvvəla gəldiyi yox, gəldikləri. Axı, onlar 5 nəfərdir. Mənə bax, qardan 5 oldular. Ər arvad, 2 dənə də uşaq. Ay, sağ ol, bəs. Ora! Boyda. Ər arvad, 2 də uşaq. Ha, aydındır Sərvər, aydındır. Valla, Sən. qonağa hörmət borcumuzdur. Sarışqa, qalx yuvana. Sarı köydən yeri göylərdir. Sağ ol Uşaqlar, Sarış. hamı iş başına. Çox sağ ol. Çox sağ ol. Biz də gedək. Çox sağ ol. Nə sağ ol. Gəlin gedək Sağ ol. uşaqlar. Gəlin. Uşaqlar, uşaqlar. Qaz 69 bir sürü ceyranı qabağına qatıb, o yanla bəri qovur. Aha. Odur. Onlar qovmaq üçün bu körpüdən keçməlidir. Bura gəlirlər. Ha, yolu niye kesmişsin? Abala, yolu niye kesmişsin? Nə olub Ali? Keç. Abala, senden söz soruşurlar. Yolu niye kesmişsin? Yolu niyə kəsmirsən, qoçaq? Yolu kəsməmişəm, sənin yolunu kəsmişəm. Adam. Hiç bilirsen kiminle danışırsan. Sən dayan, dayan.
Yaxşı bəs mənim yolumu niyə kəsirsən qoçaq? Ovun qadağan vaxtıdır. Ne için o heyvanları maşının qabağına salıb, bağrını çatladırsınız? Səni ceyranlara gözətçi qoyublar. Gözətçi qoyulmayanda nə olar? Dilsiz ağızsız heyvandır, içində boğazı var. Axı sizin kimilər Azərbaycanın ceyranlarını qova-qova qırıb qutarırlar. Sənə qələt eləməyə qalmayıb. Yeri. Yeri maşını çək qırağa. Gəl görək. Qələti siz eləyirsiniz ki, dövlətin işi üçün sizə verdiyi maşınla onun qanunlarını pozursunuz. Aş! Ərənlər üçəcən deyim, kifayətdir. İndi siz... Vale! Vale deyən, vale! Abala. Vale deyən. Sən də deyirsən. Bacı oğlum. Mənimlə Qoymuyor. Silahını götür! Aksi, gel kömeğine! Gəl sən gözünə yap. Gəl. Maymağın biri. Maymaq. Eller yukarı. Aha. Yere. Vay, neyse? Eller yukarı. İnsafın olsun. Biz seni çekip sudan çıkarttık. Ha. Kim bilir neçə saat suyun içinde kalasın. Eller yukarı. Yoksa vicdanıma and olsun. Her üç gözü kıracağım. Yaxşı, tüfəngi sal aşağı, tüfənglə zarafat eləmə, xata Ha, çıxar. gelme patlattı. Başlayın, siz kimsiz? Ha? Yoldaş Xıdırov böyük adamdır. Ha. Vəzifəsini bilmək istəyirsiniz? Kes! Mən Hörmətli Xıdırov, siz bilirsiniz ki bu saat ov qadağandır. Onu da bilirsiniz ki ceyranları qovub qıranların ucbatından yurdumuzun yaraşığı olan o gözəl heyvanın az qalıb kökü kəsilsin. Siz ne çizsiniz ki beni bu kadar sorgu suala tutursunuz? Tüfengi bura beni göre. Xeyr, bir dəqiqə. Bizim bu tüfənglə hələ işimiz çoxdur. Keçinin boynuzu gidişəndə başını çobanı sürter. Tüfengi bura verin görək. Sizin kimi Xıdırovları. Uşaqlar, eviniz yerində, hə? Məni cücə kimi suya basıb çıxartdınız, bəsdir. Tüfəngi verin, çıxıb gedək. Adın nədir? Daşdəmir. Yumuşalısan, yumuşalı. Sizdə təqsir yoxdur. Biz hər şeyi qanuna salmışıq, balam. Dədə babalarımız bu düzlərdə həmişə ceyran ovlamayıblar. Babalarımız Ceyran ovuna qaçağın atlarına çıxmışdılar. Sizin kimi qaz 69'da yox. Nə təfavütü var, ya atla, ya maşınla. Təfavüt odur ki, o zaman Ceyranı mərdliklə vurarmışlar. O zaman Ceyran ovu bir igidlik timsalıymış. Amma siz qarnınızı doldurmaq üçün yazıq Ceyranı maşınla qova-qova qırıb qutarırsınız. Xoşum gəldi səndən. Humanist oğlana oxşayırsan, gəldi. Hey! Tüfəngi verin görək. Siz bayaq nahaq bizim üstümüzə tüfəng çəkirdiniz. Buyurun. Patronlar ıslanıb. Onsuz da açılmazdı. Ancaq biz bu tüfəngi aparıb verəcəyik milis idarəsinə. Ha? Zarafatı bırakın canım. Uşaqlar, bizlik yaxşı iş deyil. Sizi mühakimə eləmək lazımdır. Yaxşı var. Sən deyəsən bunlardan böyüksən. Başlarına ağıl qoy. Biz heç olmasa sizin kim olduğunuzu bilməliyik. Baş zarafatı boşlayın canım. Zarafat eləmədik, sənədlərinizi göstərin. İşə düşmədik. Ha, göstərin. Yaxşı. Sənədləri göstərərəm, ancaq kişi kimi söz verin ki, kim olduğumu heç kəsə deməyəcəksiniz. Yaxşı, söz veririk. Arxayın olun. Göstərin. Arxayın olun, göstərin. Oo. Deməli yoldaş Xıdırov mal əti, qoyun əti yeməkdən təngə gəlib, istəyib dişlərini Ət dəyişsin. kombinatının direktoru. Ha. Uşaqlar, bir adama iki cəza yaxşı deyil. Mənə elə gəlir ki, hörmətli Xıdırov bu əhvalatı yadından çıxartmaz. Özü də bilir ki, biz həmişə bu çöllərdəyik. Əgər bir də onu maşınla ceyranları qovan görsək, Ay uşaqlar. qoy özündən küssün. Ay uşaqlar. Çox sağ olun. Çox sağ olun uşaqlar. Görüşərik. Salamat qalın. Sağ olun. Ana, bildim ki böyük adamdır da. Yaxşı, yaxşı. Gələ. Amma Vali,
Onu vurub suya salmaqda yaxşı iş görmədim. Axı necə olsa yaşlı adamdır. Lap yaxşı elədi. Belləri elə bilirlər ki, hər cür qanunsuzluğa yol verə bilərlər. Heç kəs də bunlara gözün üstə qaşın var deyə bilməz. Lap yaxşı elədin, Vali. Gəlin iş başına uşaqlar. Haydi. Gedək, yaxşı, gedək. Kimsən? Gəl içəri. Baba! Babacan! Sarı köynək. Balam. Hoş gəlmişsən. Hoş gəlmişsən. Maşallah. Mən görməyəndən yekədim. Görürsən, baba bir dəfə də olsun sən itirib axtarmadın. Amma sən babanı axtarıb tapdın. Tanıdım. Gözlərindən tanıdım. Gözlərindən. Babacan! Deyəsən naxursan. Hə qızım, heç məndən görünməyən iş. Neçə gündür bədənim ot tutub yanır. 2 gündür məni huş aparıb. Heyvan it qalıb aç susuz. Ün səhər durub biraz ona yal qayırmışam. Ha qızım, bu oğlan hansı qohumlardandır? Bu oğlan mənim nişanlımdır baba. Eyləmə bala. Hoş gəlmişsən oğlum. Sağ ol baba. Sağ ol. Hoş gəlmişsən. Sağ ol. Əyləş oğlum. Əyləş oğlum, əyləş. Baba, neçə gündür xəstəsən? 3-4 gündür. Bəs həkim gəlib baxmayıb? Baxacaq nə olacaq ha qızım? Bəs dava dərman? Hay oğul, bırak o yana. Baba 85 ildir dava dərmansız yaşayıb. Nə olub, indən sonra nə olsun? Mənim babam Həsən Ali kişi öləndə 140 yaşı vardı. Məyər o rəhmətli ömründə bir dəfə də olsun dava dərman üzü görmüşdü. Babacan, sənə həkim lazımdır. Dava dərmansız olmaz axı. Yaxşı yol. Danış görüm, sən kimlərdənsən? Atanan sağdı mı bala? Heç kimim yoxdur baba. Mən də sarı köynəklə uşaq evində böyümüşəm. Eləmi? Belədir. Sağ olsun hökumət. Uşaqlara yaxşı baxır. Qızım, orada çörək var, yavanlıq var. Gətirin yeyin, yoldan gəlmişsiniz. Narahat olma babacan, sən üçün nə pişirim? Meylim heç nə istəmir qızım. Əgər istəsəm, Qonçə arvadda pişirib gətirər. Qonçə kimdir baba? Tanımazsan ha qızım. Bir dostum vardı, adına Sarı Xan Dəmir deyərdilər. Hə, onun arvadıdır. Vale, sən dur çilik qayır, sal samavara yandır, mən də evə əl gəzdirəm. Sağ ol. O nədir heyla qızım? Biraz gəncədir baba. Hə, Babacan, biz sənin üçün konfet də gətirmişik. sağ ol ha qızım. Çox sağ ol. Konfit ha. Hə, Qədir xan. Gülürsən. Molla Nəsrəddin demişkən deyəsən yavaş yavaş düzəlirsən, hə? Demədimmi ki sənə sabah yaxşı olacaq? Hə, ha Qonçə. Nəvəm bana şəhərdən az konfit gətirib. Qafet, Hə. hansıdır nəvənə başına dur?
Budur da ana. Hayadın kızıdır da ana. Vay! Hoş gelmişsin abala, gel seni bir kucaklayayım. Bu sen ceyran balam benim. Sana kurban olum ben. Vay! Ay Qədirxan, elə bil canın üçün sayaqdı ki durub. Anası kimi dünya gözəli olub. Elə də Qönçə, Ay sənə qurban olum mən. Vay! Bu kimdir Qədirxan? Özlərindən soruşsana. Bu oğlan mənim nişanımdır nənə. Laf yaxşı, xoş gəlmişsən abala, xoş gəlmişsən. Ay Qədirxan. Bax, biraz südlü yarmadı pişirmişəm. Dünəndən dilinə bir şey dəymir. Deyirəm, görək, bir dəfə də olsun, baba gedib, onu axtarıb tapmayıb. Amma o şəhərdən babanı görməyə gəlir, bura bax. Vay kişi, sən ahıl adamsan. Hardan gedəcəkdin? Amma o qızcığaz cavandır. Onun borcudur ki, babasını itirib axtarsın. Ye bu qaşıqlar, bu südlü yarmadan. Selamünaleyküm. Ay, salamünaleyküm, ay Sədir. Ay, Eşitmə zəhmət çəkmisən. Otur. Yaxşı nətərsən ha kişi? Biraz naziyə edirəm. Naziyə erərsən də, dava dərman atmayanda. Qızdırmalı gedib buz kimi soyuq şırranın altında çiməndə. Yəqin işdir ki, naziyə erəcəksən də. Ay rəhmətliyin nəvəsi, Qədirxan, Nuh əyyamından qışda da, yayda da, yazda da o şırranın altında çimib bir dəfə də olsun azarlamayıb. Kişi, azarlı olmayanda çinmək olar. Amma qızdırmalı yox. Ver bax ay Sədir, indi deyirsən ki, sana görə ki, öz adətimizdən əl çəkək. Bakının bütün professorları yığılıb gələ, Qədirxan kişini sözündən döndərə bilməz. Bağışlayın, babanın xəstəliyi nədir? Bilmirəm, mən bilənim möhkəm soyuq deyil. Ver bax Sədir, elə sənin başına dönüm, sən iş adamsan. İşin gücün tökülüb qalır. Mən sarıdan narahat olma, ged öz işinə. Bax, Qədirxan kişi bizi qonaqların yanında biabır eləyəcək. Vay başıma xeyr. Qonaq niyə oldular, Bax bu qızcığaz, Qədirxanın qardaşı qızı Sayadın yadigarıdır. Bu da onun nişanlısıdır. Belədir. Xoş gəlmişsiniz, xoş gəlmişsiniz. Sağ olun. Yaxşı oxuyursunuz, işləyirsiniz? İşləyirik. Kişi səninki qiyamət nəvən varmış. Bayaqdan bəri tanışlıq da vermirsən. Yaxşı, neçə gün buradasınız? Görək də. Kişi, mən gedirəm, Qədirxan kişi. Bax, qonaqların gəlin. Hər nə lazım olsa xəbər göndər. Sağ ol, Bildin? Çox Sağ ol. əsli yox. Sağ ol. Sağ ol. Sağ ol, başım. Sağ ol. Belə sağ olsun sərəncamı. Sərəncam kimdir nənə? Sərəncam bizim bu kolxoz sədrinin arvadıdır. Özdə müəllimədir. Bir də görürsən ki, məktəbdən uşaqları yığdı, gətirdi. Babadan, keçmişlərdə söhbət elətdirdi. Qədirxandakı, keçmişlərdən, Nikolay vaxtındakı qaçaqlardan, nə bilim Arazqılaqlı Süleymandan, Dəli Alıdan, qaçaq nəbidən, budur hana, keçmişlərdə söhbət açdı. Mən də uzaqdan baxıb gülürəm. Deyirəm, sağ olmuş. Niyə bu qoca kişiyə köhnə palan içi söktürürsən? Deyir, ay nənə, qoy, uşaqlar bilsinlər ki, onların babaları keçmişdə necə igid adamlar olublar. Vay, babanı huş aparıb ki, yatıb, ya kömək edək. Ya Allah, yavaş. Yaxşı. Qızım, bunu qızdırıb verərsən babaya. Yaxşı. Bura gəl. Sən də burada qalacaqsan. Bəli. Yox, başına. Sən gəl, biz də yat.
Nene sen hiç narahat olma. Ben xəstəyinlə sarı köynəyi tək qoya bilərəm. Bəlkə bir şey lazım oldu. Eğer yuxum gəlsə, çıxıb bağçada ağacların altında uzanarım. Yaxşı, neynək? Narahat Neynək? olma. Onda mən gedim. Sabah yenə gəlib sizə baş çəkərəm. Arxaya. Sağ olun. Sağ ol. Sağ olun. Çok sağ ol. Salamat. İndi görək biz neçə gün burada qalıb, babaya gecə gündüz qulluq eləyək. Əlbəttə. Babanı bu vəziyyətdə qoyub səyahətə necə gedə bilərik? Hə Valid. Ancaq bilirəm baba dərmanı özünə yaxın qoymayacaq. Narahat olma. Narahat. Deyəsən abala. Hey, beni yenə kuş aparıb. Eybi yoxdur. Babacan, yadıma gəlmir, bizim evimiz hayandadır. Görəsən durur. Yox ha kızım. Yox. Ev ta durmur abala. Evi kalkoz uçurup yerinde kuluf dikti. Kuluf dikti. Valla baba, ben bu kolxoz kulu tikmeye ayrı yer tapırdı. Ayol, onu ben de dedim. Hele onu da dedim ki, o evin sahibi var. Kız uşağı olanda ne olar? Elbette. O evin veresesi gelip çıkar. Dediler ki ay baba narahat olma, eğer kardeşin kızı kende kayıtmış olsa, biz ona bu evden yaxşısını dikerik. Onsuz da ev uçulup gedirdi. Neyne ya kızım, neyne? Hiç zelal yoktu. Abala, Süleyman dünyasıdır. Baba, Hay canım. gel sen de gide bizimle tikintiye. Teze binada bize ev verecekler. Gedək baba, gecə gündüz qulluğunda olarıq, heç nədən korluğun olmaz. Adam da bu yaşında tək-tənha qalar. Tekten ha niye kızım? Görsən necə xəstələnmisən, axı niyə biz dura-dura sənə başqaları qulluq eləsin? Sana kızım söz veririm, daha bak bir de azarlamaram. Sən ki olmadın Yok baba. kızım yok. Giderdim. Ancak korkuram aylarım menden inciyer. Ayları? Ha. Pardon aylarım baba. Eğer bilmişsiniz, o de Eğri Kaya meşesindeki ayları değil. O meşedeki ayların hamısı Kadir Han'ın dostlarıdır. Bilirsiniz niye? Ona göre ki meşedeki qabanlar ayların düşmenidir. Kadir Han da hardaki qaban gördü mü? Verir tepesini koşar üllerin ağzına. Kadir Han ömründe bir defa da olsun ayıya gülle atmıyor. Ona göre de ayılar mənə değmirlər, benimle dostlar. Baba doğrudan değmirler. Ay oğlum, bunu bütün kent bilir. Neçə dəfə qəfil qabağıma ayı çıxıb ha qızım. Bir dəfə də olsun əlimi mən tüfəngə atıb onun üzümə qaldırmamışım. Ayı da üzümə baxıb, başını tərpədib, yoluyla çıxıb gedib. Bir dəfə Topxana meşəsində bərk yorulub yatmışdı. Hənirtiyə ayılıb gördüm ki, başımın üstə yekə bir ayı adam kimi iki dal ayağı üstə qalxıb, yuxarıdan aşağı üzümə baxıb gülür. Mən də ona baxıb güldüm. Sonra dedim, hə, nə halsan, kefi necədir? Başını tərpədib, dəryə sarı enib getdi. Oğul, ayılar yaxşılığı bəzi adamlardan yaxşı başa düşür. Onlar heç zaman yaxşılığı unutmurlar. Abala, sağ olun, hoş gelip sefa getirdiniz, babanı yad elədiniz. İş adamısınız, işinizden kalmayın. Gidin işinize. Bize bakmayın ayrıla. Devin canı şişede olan kimi bizim canımız da o dağlardadır. Kızım, sen babadan arkayın ol.
O koca kurttu. Ona hiçbir şey olmaz. Kadirhan Koca zamanının ahırıncı adamıdır. La 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 la. La la. Oh. Oh, ne hoş tesadüf. Salam qəşəng qız. Salam. Dünən axşam savxozdakı toy mağarında deyəsən, baxışlarımla sizi təngə gətirmişəm. Ona görə məni qınamayın. Çünki mən sizin kimi qıza baxmaya bilməzdim. Axı Valeh sizin savxoza köməyə gedib. Valə kimdir? Mənim nişanlım. Axşam toyda mənlə yanaşı oturan oğlan. Nə olsun, köməyə gedib. Ha? Olsun ki, bu saat Valeh öz yoldaşları ilə sizə daş daşır, kömək edir. Amma siz, O bizə daş daşımır ki, savxoza daşıyır. bəyəm siz o savxozdan deyilsiniz? Başa düşdüm, ictimai əxlaq. Yaxşı, deyirsən nişanlısınız? Bəli. Rəsmi yoxsa... Nə rəsmiyyət bazlıqdır, bir-birimizə söz vermişik, qutarıb gedib. Bəs toyunuz nə vaxtdır? Nə vaxt ev eşiyimiz olsa. İndi eviniz yoxdur. Xeyr, Bəs onda harda qalırsınız? yataqxanada. Ay, 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 belə qəşəng qız. Yataqxanada, ay, ay, ay. Bilirsən, mən görürəm ki, sən fəhlə də olsan, çox qəşəng, həm də müasir qızsan. Ona görə istəyirəm səninlə açıq danışım. Bilirsən nə var? Bizim fasiləmiz qutarıb mən işə Aşı, bir dəqiqə qız, bir dəqiqə mənə qulaq as. Sonra hara gedirsən, get də. Bilirəm nə deyəcəksən, mənim nişanlım var, başa düşdün? Bilirəm, bunu toyda da hiss elədim. Bəs onda nə deyirsən? Mən istəyirəm ki, sən həyatı başa düşəsən. İndi Leyli Məcnun məhəbbəti ola bilməz. Nə bildin? 20-ci əsrdir. Nə olsun? Olsun ki, bugündən sabaha güman yoxdur. Hamı istəyir həyatdan istədiyi qədər ləzzət alsın. Nə cür? Bilmək istəyirsən? Məni sevərsən. Onda da bilərsən. Yaxşı, bəs Valehi neyniyək? Nə eləyəcək? Qoy getsin şoferliyi eləsin, qaçmır ki. Başa düşdüm. Yaxşı, bəs mən hardan bilim ki, sən məni doğrudan da sevirsən? Mən sübut eləməyə hazıram. Nə cür? Nə cür istəyirsən? Bax, mən istəyirəm ki, sən məni doğrudan da sevirsənsə, indi işçilər Bəli. aşxanadan çıxanda, onların gözləri qabağında 3 dəfə mayallaq vurasan. Nə? Axmağın bir axmaq. Səhərdən bir quran söz danışıram. Diyan altından çıxanlar. Bilirsən nə var? Sənə yazığım gəlir. Tələbə olansa saçlarını da Yaxşı. modabaz qızlar kimi qəşəng burma elətdirmisən. Nə qədər ki Valeh gəlib sənin başıma hörgü palçına basmayıb, burada nə ki? Qorxdum sənin valihindən. Bədbəxt araba atları. Necə? Aclaf! Ala bu dəliymiş ki, gecin biri, gec axmaq qızlar, vəhşinin biri, vəhşi. Gör Türkçe kimi necə qaçır? O şillə heç vaxt yadından çıxmayacaq. Sonra sizə verilən ittihamda deyilir ki, güya tibb institutunun tələbəsi Rövşən Məcidov Sarıköynək Şahmar qızına ürəyini açıb, onu sidq ürəkdən sevdiyini, onunla evlənmək istədiyini bildirib. Qızı ilə yaxın münasibətdə olan Valeh Mədətov bu əhvalatı bilərək Rövşəndən intiqam almaq fikrinə düşüb. Rövşən öz maşınında gəlib keçərkən Valeh yük maşını ilə onun qabağını kəsir. Rövşən maşından düşüb mülayim tərzdə ondan soruşur ki, nə olur? O zaman Valeh
Rövşənin üstünə atılıb, onu döyüb söyməyə başlayır. Sonra da yanında gəzdirdiyi balaca xəncərlə onu vurub öldürmək istəyir. Bu vaxt yolun qırağında ot biçən Musa İbrahimoğlu haraya gəlir. Lakin vali onu da söyüb təhqir edərək öz maşınına minib gedir. Yalandır. Bəs buna nə deyirsən? Musa İbrahimoğlu öz ifadəsində bildirir ki, sən doğrudan da Rövşən Məcidovu öldürmək istəmsən. O kişi ömründə belə söz deməz. O gəlib üzünə dursa necə? O gəlsin. Musa İbrahimoğlu'nu çağırın gəlsin. Salam Melek. Əşi, geç bura. Əyləş. Yoldaş Məcidovun oğlu Rövşən səni nə üçün verirdi? Ne danışsan ay yoldaş naçannik? Yoldaş Məcidov kimi bir adamın oğlu da heylə işta. Valla Rövşən qızdan da həyalıdır. Yaxşı, yaxşı. Danış görək, əhvalat necə oldu? Bilirsiniz yoldaş naçannik? Əyləş, əyləş. Bilirsiniz yoldaş naçannik? Adam gərək belə dizini disində. Axı deməsən elə... Yaxşı, müxtəsər elə. Başla. Mən asfaltın altında ot biçirdim. Uzun qulaq da yanımda otlayırdı. Kər dəymiş, doymaq bilirdi Ay kişi, axı sənə dedim ki, müxtəsər danış. Başla. Hə də, mən asfaltın altında ot biçirdim. Birdən böyük bir yük maşını ildırım surətlə gəlib dolayısına yolu tutdu. Özümə fikirləşdim. Hə, bu belə niyə edir? Yolu niyə tutur? Sonra uzaqdan bir Jiguli maşını yavaş-yavaş gəlib yük maşınına çatanda istədi fırlanıb keçsin. Həmin bu oğlan maçından düşüb yerdi qabağa. Əlini qaldırdı ki, dayan. Yazıq Rövşən bilmədi neynəsin. Maşından düşüb dedi ki, nə var qardaş, nə oldu? Elə bunu demişdi ki, qamarladı uşağı. Uşağı? Hansı uşağı? Rövşəni də. Rövşən uşaqdır. Ay naçannik. Gözümüzün qabağında böyüyüb deyə dilimiz öyrənir. Yaxşı, yaxşı, qutar. Hə də. Vallah bilmirəm. Bu pəhləvandı nədir? Rövşəni göz açmağa da qoymadı. Sonra gördüm ki, əlindəki xəncərlə Rövşəni öldürmək istəyir. Bunu görəndə qışqırdım. Ey deli qafi, nə edirsən? Məni görən kimi mindi maşına qaçdı. Eşitdin ki? Bu çaqqala yaxşı dərs verirlər. Qanun tələb eləyir sənin bu şahidi təhqir etməyini də protokola yazın. Yazın. Onu da yazın ki, bu rəzili qorxuda çaqqala döndürüblər. Xahiş edirəm, dediyim kimi yazın. Yazmanı yazaram, ancaq bu sözlərin sənin işini ağırlaşdırmadan başqa heç bir xeyri olmaz. Niyə? Niyə özünüzlə xəncər gəzdirirsiniz? Mən Rövşənlə dalaşanda xəncər üstündə deyildi. Bəs haradaydı? Başının kabinəsində. Əşi, düz deyir. Yalan deyir yoldaş naçannik. Məxsus xəncəri götürmüş ki, yazıq uşağı öldürsün. Yaxşı, bəsdir. Dur, keç bura. Sən o xəncəri görmüsən? İndi görsən tanıyarsan o xəncəri. Yaxşı bax. Bu oğlanın Rövşəni vurmaq istədiyi xəncər hansıdır? Bu.
Yaxşı. Kifayətdir. Sən çıx bayırda gözlə. Çox sağ ol. Çox sağ ol yoldaş Naçar. Milis kapitanı mən həbs eləyəndən sonra xəncəri maşınla götürüb. Bu rayonda sənin nüfuzlu bir adamın yoxdur. Heç nüfusuzu da yoxdur. Mən sənin xeyrin üçün soruşuram. Nişanlımdan başqa heç kəsim yoxdur. Yaxşı bəs. Yuxarılarda necə? Yuxarı ara. Mərkəzdə. Xeyr. Hələlik bu qədər. Məhbusa aparır. Valih, nə oldu? Nə olacaq? Sağlığınıza mənə elə bir quru qurublar ki, dünya yaranandan bəri meydan sürgən şeytan özü də onu bacarmaz. Müstəntiq pis oğlan deyil. Amma yaman yerdə ilişmirsən Vali. Mənə bax, Məcidovun bir sözünü bu rayonda bu vaxta kimi hələ iki eləyən olmayıb. Əgər heç bir günahın yoxdursa, onda ehtiyatlı ol. Heç bir günahı yoxdur. Bura bax Vali, heç nədən qorxub eləmə. Ölkə öz başına deyil. Əhvalat necə olubsa elə dedi. Nə bir kəlmə artır, nə bir kəlmə əsir. Nədən qorxacaq? Qoy yoldaş Məcidov qorxsun ki, oğlunun cinayətini günahsız adamın üstünə yıxdırır. Yaxşı, o kişi yenə yalandan şahidlik elədi. Uşaqsa, Sənin. Bağışlayın uşaqlar, getmək lazımdır. İnciməyin, vəzifəmdir. Bir dəqiqə zəhmət olmasa. Bəli. Əgər məni sevirsiniz, zərrə qədər ürəyimi qısma. yaxşı sar köynək. Sən məndən sarı nigaran qalma. Görünür həyatda belə şeylər də olurmuş. Yaxşı. Sağ ol. Bəlkə birimiz Sarıköynə ilə Bakıya gedək. Lazım deyil uşaqlar. Ərzəni özüm aparacağım. Hə, eyb yoxdur. Lazım olsa Sarıköynək Bakıdan bizə zəng eləyər. Lap yaxşı, yaxşı. Axşamınız xeyir. Axşamınız xeyir. Vacib işim Bakıya getməliyəm. Bilet yoxdur. Bəlkə məni bir təhər özünüzlə aparasınız. O nə vacib iş deyil. Bilirsiniz, nişanlımı şərə salıb tutublar. İndi Bakıya şikayətə getməliyəm. Nişanlın tələbədir. Xeyr, fəhlədir. Özüm də fəhliyəm. Yaxşı bəs. Nişanlının qohumu zadı yoxdur ki, sən gedirsən? Xeyr, nə onun, nə mənim heç kəsimiz yoxdur. Yemək də hazırlamışam. Qalıb xarab olacaq. Yaxşı. Qalx vaqona. Get Sarıköynək. Çox sağ ol. Düzəldi. Sarıköynək, Bakıya çatan kimi telegram vur. Yaxşı yox. Yaxşı, Yaxşı yox. sağ ol.
Deməli belə. Ali məhkəməyə ərizə vermisiniz. Orada belə qərara gəliblər ki, iş yenidən istintaq üçün Respublika prokuroruna göndərilsin. Bir şöbənin prokuroru kimi valiyin işini yoxlamaq mənə tapşırılıb. Yaxşı. Belə. İndi deyin görüm oğlanla nə vaxtdan nişanlanmış? 16 yaşımızdan. Nə tez? Hı? Deyirdiniz, qohum əqrəbəniz yoxdur. Bəs onda siz kim nişanlanır? Bəyəm ata-anası, qohumu olmayanlar nişanlanmırlar. İşlərə tamam tanış deyiləm. Mənə bəzi şeyləri ayırt etmək lazımdır. Ancaq xahiş edirəm, yoldaş Yusifov, işə mümkün qədər tez baxasınız. Nişanlı sarıdan darıxırsınız. Mən işdən 3-4 günlük icazə almışam. Düzələr. Kağız yazıb verərik, hər şey düzələr. Yaxşı. Burada hara düşmüsünüz? Mehmanxanaya, Hansı mehmanxanaya? Azərbaycana. Tək Bəli, bir adamlıq otaqdasınız, ha? bəli. Belə. Yaxşı. Deyin görüm, Valehlə nə vaxtdan yaşamağa başlamışsınız? Biz Valehlə lap uşaqlıqdan 7-8 yaşından bir yerdə yaşamışıq. 10-cu sinifə qədər uşaq evində. Necə? 7-8 yaşından. Mən başqa şey soruşuram. Ayıb deyil belə şey soruşursunuz. İstintaqda heç nə ayıb deyil. Lazım olmasaydı soruşmazdım. Yaxşı, yaxşı. Yaxşı. Mən sizə inanıram. Əlbəttə, mənim yerimdə başqası olsaydı heç inanmaya da bilərəm. Amma mən inanıram. Siz belə müasir, gözəl bir qızsınız. Siz Valehə də mənə də inanın. Onun günahı yoxdur. Bizə kömək eləyin. Valehdən ötürü çox darıxırsınız. Bəli. Darıxma. Hər şey düzələr. Heç ola bilməz ki, belə gözəl, müasir bir qızın nişanlısı tutulsun. Yaxşı. Hələlik gedin. Lazım olsa sizi yenə çağırtdıram. Sağ olun. Kimi istəyirsiniz? Sarı Köynək xanım. Bəli. Sənsən? Bəli, mənəm. Tanımadın? Xeyr. Olmadı ki. Yoldaş Yusifov'du da, Yusifov. Yoldaş Yusifov. Bəli, mənəm. Yoldaş Yusifov, nə buyurursunuz? Buyruq səninkidir, Sarı Köynək. Mən Valehdən bəzi şeylər öyrənməliyəm.
Sənin iştirakın çox vacibdir. Belə eləyək. 20 dəqiqədən sonra düş aşağı, maşın gəlib səni götürəcək. Yoldaş Yusifov, axı indi gecdir. Sonra məni mehmanxanaya qoymazlar. Ağızları nədir? İstəyirsən tapşırın mehmanxananın müdürü qabağında mil dursun. Hı? Sən hazır ol, maşın gəlir dalınca. Yaxşı, yoldaş Yusifov. Hələlik. Sarı köylek. Hoş gelmişsin kızım. Hoş gelmişsin. Geç içeri. Geç, utanma. Eğleş. Hoş gelmişsin. Çok sağ ol Ceren. Danış görüm ne var ne yok, necəsən? Çok sağ ol. İşin necə oldu? Bilirsiniz Ceren hala, Yusifov yaxşı adam değilmiş. Neçə gündür məni get-gələ salıb. Özü də rayonda Məcidov öz vəzifəsindən, pulundan istifadə eləyib. Valeh kimi oğlanı nahaqdan tutturdu. Burada da Yusifov belə eləyir. Ağlama kızım. Ağlama. Dur el yüzünü yık. El yüzünün orada. Eğleş. Eğleş. Tamam. Çay iç. Ceren hala, ben istəyirəm gedim lap yuxarılara şikayət edeyim. Oraları hele çok var. Çayını iç. Buyur. İç, utanma. Ay kız, xahiş ederim yoldaş Muradzade'ye deyin ki desteğe götürsün. Eybi yoktu, siz ona deyin ki danışan vagon bələdçisi Ceyran'dı. He. Çok sağ ol kızım. Salam yoldaş Muradzade. Çok sağ olun, yaxşıyam. Siz necəsiz? Yoldaş Muradzade. Rayondan bir kız gelip. Xahiş edirəm onu özünüz kabul edip şikayetine qulaq asasınız. Bilirsiniz, mesele o kadar dolaşıqdır ki, telefonda meseləni sizə olduğu kimi çatdıra bilmirəm. Buradadır, mənim yanımda. Bəli. Yox, təsadüfən tanış olmuşuq. Vagonda. Xahiş edirəm. Çox sağ olun. Yaxşı. Yaxşı. Çox sağ olun. Heh. Sabah saat 3'te gidersen Respublika Prokurorunun muavininin yanına, yoldaş Muradzade'nin yanına, yaxşı? Meseləni rayondan tutmuş ta bugüne kimi, olduğu kimi hamısını danışarsın bana. Yani bir şey çıkar Ceren hala. Danışarsan bakarıq. Ceren hala, o Yusifov kim eləməz ki? Sen elə bilirsən dünya elə Yusifov kimilərdən ibarətdir. Sənə nə cür deyirəm, eləcə deyiləm, yaxşı? Mənim 2 açarım var. Bax, birini verirəm sənə. Özüm də növbəyə gedirəm. Sabah yox, birisi gün səhər qayıdacağım. İstəyirsən mehmanxanadan haqq hesabını al, gəl qal burada. Ha? Çox sağ ol Ceren hala, gələrəm. Gəl. Bax, o yan tərəfdə boş şarpayı var. Orada yata bilərsən. Özündə darıxma. Gecəniz xeyrə qalsın Ceren hala. Yuxun şirin.
Oxuyursunuz yoxsa? Xeyr. Orta məktəbi qutarandan sonra tikintidə işləyirəm. Hansı tikintidə? Dəmir mədəninin işçiləri üçün qəsəbə tikirik. Eşitmişim. Bir ay yarım bundan qabaq həmin tikinti haqqında qəzetdə oçuq vardı. Oxumuşam. Bəli. Yox, necə demişəm, elə də olacaq. Rayondakı əhvalatı təfsilatı ilə danışdınız, mənə hər şey aydın oldu. Yusufov məsələsində Valih Eyvazoğlu'nun işini götür gel buraya. Ulan. Gel. Buyurun. Tanıyırsan bu kızı. Bəli. Dünən nişanlısının işindən ötürü gelmişti. Nişanlısının. Bəli. Demek sen bilirdin ki o oğlan bu kızın nişanlısıdır. Bəli yoldaş Muradzadə qız özü belə deyirdi. 18 yaşında cavan bir kız uşağı. Azerbaycan rayonundan senin yanına şikayete gelir. Sen de onunla bu cür rəftar edirsən. Yoldaş Muradzadə mən bu qıza heç bir şey eləməmişim. Yəqin istintaqda biraz sərt danışdığım üçün mənə şər atır. Eyleşin. Eyleşin. Ben o oğlanın müqəssir olup olmadığını elə bilmirəm. Ancaq səni bu işten kenar edirəm. Yoldaş Muradzadə, axı belə yaramaz bir qızın sözüyle belə hərəkət etmək olmaz. Ben öz hərəkətimin məsuliyyətini daşıyıram. Ancaq onu da bil ki, senin cezan bununla bitmir. Ben bu işi belə qoymayacağım. Şikayət edəcəyim. Get, har istəyirsən şikayət elə. Siz de gelebilirsiniz. Ben özüm bugün işle tanışalarım. Bir gün gelirsiniz söhbət edərik. Sağ olun yoldaş Muradzadə. Sağ ol. Valih Eyvazoğlu. Ben sizin işle yakından tanış oldum. Tikinti fəhlələrinin direktorun sənə və qıza verdiği xasiyyətnamə ilə yakından tanış oldum. Olur ki bugün sizi həbsxanadan buraya getirtdim. Bu iş barədə daha ne deyilərsiniz? Xahiş edirəm. Bizim işimizi təzədən istintaq üçün o rayona göndərməyəsiniz. Niye? Çünki orada Məcidovun bir sözü iki değil. O ne dese məhkəmədə müstəntiq də onu diyecek. Sen öyle danışırsan ki güya sizin rayonda hükümet yoktu. Bildiğimi dedim. Yoher, Bəli. Ali Sovet'in deputatı Ceyran Hanım'a zəng elə. Dünən onun yanında olan kızı tapıp göndersin buraya. Yazıq qız səhərdən burada gözləyir. Yazık niye olur? Deyilsin içeri. Nişanlınızı zamine götürersiniz. Siz Valihi mənə zaminə verirsiniz? Vaxt ki onun burada sizden yakın adamı yoktu. Bəli, size zamine verir. Doğru deyirsiniz. Doğru deyirəm. Ancaq çağırılanda o mütləq gəlməlidir. Yaxşı, bəs sar gönək. Dəli olmamısan ki. Yaxşı, bəs bizim işimizə təzədən harda baxacaqlar? O barədə sonra bilərsiniz.
Buyurun. İndiyse gidin tikintiye, işinize devam edin. Çok sağ olun. Sağ olun. Ömrünüz uzun olsun yoldaş Muradzade. Yaxşı, yaxşı. Sağ olun. Sağ olun. Sağ olun uşaqlar. Sağ olun. Mecido'yu bırakın içeri. Buyurun. Size verilen tam vaktiyle tanışalım. Neden narazısı, hansı düz değilse deyin. Hamısı düzdür. Ancaq mən əvvəlcədən yoxlama olacağını bilsəydim, bunları çox asanlıqla düzəltmək olardı. Ve istiyorsunuz ki, bu cinayetin üstün çok asanlıkla örtbastır edebilirsiniz. Mən burada heç bir cinayət işi görmürəm. Doğru diyorsunuz. Tamamilə doğru deyirəm. Niye siz bunları cinayet hesab eləmirsiniz? Ona görə ki, mən bu savxozda direktor olduğum 15 ildə dövlətə yoxlama komissiyasının mənim ayağıma yazdığı puldan 1000 dəfə artıq xeyir vermişəm. Xeyri siz verməmsiniz. Səhərdən axşamacan ayazın, güneşin altında çalışan zəhmətkeş insanlar veriblər. Əgər onları öz başına qoysan, hərəsi ağzını bir tərəfə tutar. Elbette görəndə ki, siz onların hesabına, alın tərini özünüze xoşbəxt həyat qurursunuz. Bunda onlar da işləməzlər. Hər halda siz yaxşı bilməlisiniz ki, bax bu boydana savxozu, bu böyüklükdə savxozu tək bir adam dağıda bilməz. Ne demək istəyirsiniz? Heç bir şey. Bilirəm, siz bu cinayeti tək eləməmsiniz. Sizin havadarlarınız olub. Belki siz ona göre bile arxayın danışırsınız. Ancaq onu da bilməlisiniz ki, onlar size heç bir kömək eləyə bilməyəcəklər. Gedin. Mən heç bir cinayət eləməmişəm. Gedin. Musa İbrahimov'u bırakın içeri. Oturun. Deyin görün Valih'le. Mecidov'un oğlunun əhvalatı necə olub? Ne bilirdim sen? Hamısını məhkəmdə demiş. Məhkəmədə düzüm deməmisiz, indi isə düzüm deməlisiniz. Danışın görək. Mecidovu həbsə alacaq. Kim deyə bilərdi ki, Məcidov kimi bir adamı tutup dama basmaq olarmış. Deyirəm Valihin əhvalatı necə olub? Düzü əhvalat belə olub. Akşam üstüydü. İşten eve kaydırdım. Asfaltın altından biraz ot biçip yüklemiştim uzunluğa. Yolun kenarıyla gedirdik. Birden çer değimi çıktı asfaltın üstüne. Macal tapmadım ki döndürem. İldırım suretle gelen Jiguli maşını. Uzun kulağa dayı bunu top kimi attı kenara. Dedim yazık hayvan parça parça oldu. Ancak ona öyle hiçbir şey olmamıştı. Yerinden kalkıp yoluna devam eləməyə başladı. Məcidovun oğlu Rövşən başından düşüp
Beni təhqir edib döymeye başladı. Harayıma valih geldi. Dedi utanmırsan. Atan yaşında kişini təhqir edib döyürsən. Rövşən valiyi de təhqirledi. Valih de dözmeyip ona bir kişinin vurdu. Vəssalam. Bəs əvvəllər niyə düzün demirdin? Axı sən kəndli babası. Məcidov axı sənə nə eləyə bilərdi? 8 baş külfətin işləyəni təkcə mən. Bir də ki, böyük oğlan. O da 2 il olar ki, ticarət texnikumu qurtarıb. Kiçik bir mağazada müdür işləyir. Qorxurdum ki, Məcidov üstünə bir şər attırıb, bastırardı dama gedərdi. Bəsdir kişi, bəsdir. Məcidov kimləri qudurdan elə sənin kimi qorxaqlardır. Yaxşı. Gel. Bir söz diyeceğim ama incime. İncimərəm. Nə olub? Elə bil sen benden soyumlusan. Hı. Dərsən nədir? Bilsem ki sen benden evvelki kimi istemirsen bir günde yaşamaram. Axı sənin ağlına niyə belə şeylər gəlir? Ne bileyim. Son vaxtlar hapisten azad olandan sonra bir ter olmusan. Hər nə olursa olsun, mən bu dünya işığına səndən baxıram. Niye fikre gittin? Doğrusunu deyim ki, Məcidovun bugüne düşməsi tamamilə ədalətli, qanuni bir iş olsa da mənə çox ağır təsir elədi. Axı, ne üçün gərək insan varlanmaq üçün bu qədər ağır cinayətə, saxtakarlığa latsın? Niyə görə qudursun? Öz xalqını unutsun? Sarış, sənə bir söz deyəcəyim. Səndən xəlvət bir iş tutmuşam. Meşədəki o 2 canini, qolları bağlı milis idarəsini təhvil verən gündən ürəyim nəysə daha geniş bir meydan istəyir. Fikirləşdim, xəyal mənə apardı. Bax, hökumət bizə haracan desən oxumaq hüququ verib, imkan yaradıb, tərpən, mən də tərpəndim. Birbaş Bakıya, Muradzadeyə zəng elədim. Hə, dedim ki, salam, yoldaş Muradzadə, danışan valihdir. O mənə zarafatla cavab verdi. Dedi ki, qəhrəman valih. Nişanlın necədir? Salam, salam. Dedim ki, çox sağ olun, hamımız yaxşıyıq. Sizlə məsləhətləşmək istəyirəm. Dedi ki, buyur. Bax, onun səsindəki o xoşallıq məni daha da ürəkləndirdi. Dedim ki, universitetə qəbul elanı çıxıb. İstəyirəm mən də hüquq fakültəsinə ərizə verəm. İnzibat işlərə lap uşaqlıqdan həvəsim var. Dedi ki, nə olar? Atalar deyib, niyyətin hara, mənzilin də ora. Həvəsim var, ərizə ver. Sağ olsun. Valey, tutaq ki, ali məktəbə girdik. Şəhərdə evimiz yox, qohumumuz yox. Harda qalarıq? Yenə sən bir yataqxanada, mən də o birində. Bəlkə balaca bir otaq kirələdik.
Mən də özümə iş taparam. Sən də oxuyarsan, həm də biş-düş eləyərsən. Olar əla, hə? Deməli, Deməli, nə? deməli. Deməli gedəcəyik birinci zaksa. Bəlkə qəbriyə girək. Vali, bilirsən, buradan ayrılıb getmək mənə çətin gəlir. Bu tikintidəki adamlarla bir ailə kimiyik. Üz gözümüz öyrəşib. Oradakilərə də öyrəşərik. Sarı köynək, axı biz lap uşaqlıqdan heç tanımadığımız adamlara sinişməyə adət eləmişik. Gedək Sarı köynək, hər şey yaxşı olacaq. Gedək. Biz oxuyub qutarandan sonra yenə bura qayıdarıq. Mütləq. Əlvida, Əmir qayası. Biz getdik oxumağa. Gələn görüşə qədər. Əlvida! Cilvələnib nə qarşımda durubsan? Anam sənə qurban, ay sarı köynək. Mələksən, çıxıbsan cənnət bağından. Heç kəs olmaz sənə tay sarı köynək.